Yəni bilgisizlik səbəb oldu ki, mən ateist oldum. Deyir, ağıl insanı Tanrının qapısına qədər gətirir, amma insanı qapıdan içəri salan qəlbdir, ağıl deyil. Gözümdə nə olsam belə heç vaxt ateist olmaram. Və çox maraqlıdır ki, ateist oldum. Və bu gün də deyirəm ki, heç vaxt müsəlman olmaram. Ziya üçün din anlayışı nədir? Çox qısaca deyim, mənim üçün bir kompasdır həyatda. Yəni Allah o qədər incə müdaxilələr eləyir ki, insan bəzən kənardan baxanda onu görür və düşünürsən ki, həqiqətən də bu var. Mən və yaxud da fərqi yoxdur hansı bir ateist. Yəni niyə hələ də biz müsəlman deyilik? Yəni bizim o belə deyək də problemimiz nədir bu İslamla? Niyə biz müsəlman olmağa layiq deyilik və yaxud da nə bilim? Problem. Salam Ziya, xoş gəlmisən. Çox sağ ol. Minnətdaram ki, dəvətimi qəbul edin. Bu səndən səhv eləmirəmsə ilk dəfə olaraq söhbət videosudur. Çünki bizi normalda çağırırlar podkastda, ya özümüz çağırırıq, əsasən müzakirə edirik, debat edirik. Bu dəfə sırf söhbətdir, belə deyək. Ümidvaram maraqlı olacaq söhbətimiz. Çünki müzakirələrimiz mənə görə Azərbaycanda ən səviyyəli, ən maraqlı söhbətlərdən olub. Ümidvaram ki, söhbətimiz də belə olar. İnşallah. Deməli, ümumiyyətlə məncə hamıya maraqlı olan bir sualdır. Bilmirəm, bəlkə də bunu başqa öz verilişlərində və yaxud da öz çağırdığın hər hansı bir fərqli kontentlərdə açıqlamısan. İstəyirəm bu dəfə də bizim izləyicilər üçün açıqlayasan. Səhv eləmirəmsə təxminən 6 il inançsız olmusan, ateist olmusan, 6 ilə yaxın müddət. Bəs nə oldu ki, məsələn belə deyək də bu məsələn ateizmə keçid və ateizmdən çıxış. Biraz buraları qısa şəkildə izah eləsən maraqlı olur. Elvin, mən də sənə təşəkkür edirəm dəvət elədiyin üçün. Çox sağ ol. İnşallah ki, maraqlı olar. Düz əvvəl debatda olmuşuq ancaq bu dəfə biraz fərqli layihə oldu bizim üçün. Ateizmə keçid mərhələsi mən qısaca belə deyərdim ki, təbii ki, mənim subyektiv fikrimdir. Kimsə razılaşmaya bilər bununla. Mən bunu bilgisizlik kimi qiymətləndirirəm. Niyə görə? Çünki Azərbaycanda bəlkə 90%, bəlkə də daha çox deyərdim, müsəlman kimi mən də İslamdan xəbərsiz idim. Düzdür, özümü müsəlman kimi qəbul edirdim. Ailəm gərəyi, yəni ailəm əhlüsünnə olub, mən də özümü əhlüsünnəyə aid edirdim, amma deyim ki, əhlüsünnədən bir şey bilirdim, yox. Yəni İslam haqqında ümumiyyətlə bilgilərim çox məhdud idi. Namaz, oruz yerində idi, yoxsa yox? Yox, namaz da yox idi. Oruz da nə bir dəfə, iki dəfə uşaq vaxtı tutmuşdumsa tutmuşdum. Bildiyimiz klassik belə ailədən gələn sünnə. Eynən, genetik müsəlman, genetik. Və mən düşünürəm ki, bu mənim ateizmə keçid səbəbim məhz o bilgisizlikdən qaynaqlanırdı. Çünki dini, fəlsəfəni, sayansı bilsəydim deyəndə biraz yanlışasan. Çünki elə bir yaş dövründə idim ki, o dövrdə onu bilmə şeyim də, lüksum da çox az idi da. Yəni o dövrdə təbii ki, o vaxt var idi mənim hardasa 18 yaşım filan, yəni mən ateizmə keçəndə. Bunun səbəbi mən özümdə bilgisizlik kimi qiymətləndirirəm. Yəni bilgisizlik səbəb oldu ki, mən ateist oldum. Amma sonradan uzun müddət araşdırdım. Belə deyim də, bir çox dinlərin müqəddəs mətnləri ilə, əsas məsələləri ilə tanış oldum. İstər buddizm, hinduizm, Tövrat, yudaizm, yəni xristianlıq, İslam və İslamın qolları və s. Və əslində mənə ən rasional gələni şiəlik oldu. Yalan nə deyim. Yəni mən gördüm ki, daha fundamental bir düşüncə formasıdır şiəlik və bütün suallara cavab verə bilir. Məsələn, digər dinlərə, məzhəblərə baxanda gördüm ki, biraz cavabsız qalma məsələləri var, amma şiəlikdə o puzzle tam yerinə otururdu. Yəni bütün sualların cavabı yerinə otururdu. İndi tam keçidimi izah eləmək istəmirəm, çünki orada başqa təfərrüatlar da var. İslam o Seneca deyir, ağıl insanı Tanrının qapısına qədər gətirir, amma insanı qapıdan içəri salan qəlbdir, ağıl deyil. Mən yəni o qapıya qədər gəlmə prosesimi deyirəm ki, yəni araşdırdım və şiəliyin daha rasional olduğunu gördüm, amma daxil olma məsələsi təbii ki, qəlbə, ruha bağlı məsələ idi. Niyə görə bildirirəm? Çünki misal üçün mənim özümün o sənin kimi də, yəni o inanclı olduğum vaxtlar, hansı ki, mən səndən fərqli olaraq misal üçün namaz qılırdım. Amma yəni xüsusi olaraq belə idi. Bu namaz qılma səbəbim evdə, ailədə gördüyüm səbəbi ilə idi. Yəni xüsusi olaraq özümün bir istəyim və yaxud da özümün araşdırıb namaz qılma səbəbi ilə deyildi bu. Sadəcə mən ateist olmazdan qabaq belə bir iddia səsləndirmişim gözümdə. Nə olsam belə heç vaxt ateist olmaram. Və çox maraqlı ki, ateist oldum. Və bu gün də deyirəm ki, heç vaxt müsəlman olmaram. İnşallah o da olarsan. Ona görə maraqlıdır ki, mənə əslində sualımın məqsədi buydu. Sən
2 dəfə inanc belə deyək də fərqli yaşamısan. Bəli. İndi bunun əslində birincisi məsələn ateizmə keçdi, özün dedin ki, bu bilgisizlikdən qaynaqlanır deyə bunu tam saymaya bilərik əslində. Yəni maraqlı budur ki, əslində insan tam olaraq araşdıraraq o zaman ateist ola bilməzdi. Sənin düşüncən budur yoxsa necə? Mən yenə deyirəm, bu mənim subyektiv yanaşmamdır. Ola bilər ki, təbii ki, kimsə razılaşmaya bilər. Məsələn, sən özün də inancsız bir fərd kimi ola bilər razılaşmayasan. Mənim şəxsi yanaşmam budur ki, ateizm ümumiyyətlə psixologiyadır. Yəni rasional əsasları yoxdur ateizmin. Yenə də deyirəm, o şəxsi yanaşmamdır. Amma mən bu cür düşünürəm. Yəni psixoloji səbəbləri var sadəcə. Yəni rasional və yaxud da sübuta əsaslanan sənin subyektiv fikrinə görə mümkün deyil. Bəs eyni zamanda əksi də mi belədir? Yəni çünki sən orada nümunə Senekadan bir nümunə gətirdin ki, tam o addım atmaq məsələsində belə son nöqtə ki, mən artıq filan inancı mənsubam. Yəni bu cümləni demək yalnız duyğularla, qəlblə mümkün olan bir anlayışdır. Rasional mümkün deyil ki, bir insan məsələn dinə daxil olsun. Ola bilər kimsə bunu iddia eləyər ki, yox mən rasional daxil olmuşam, amma mən inanmıram buna. Çünki İslamda da bu məsələ biraz qəlb dediyi deyir ya, ruhdur da bu. Yəni biraz bununla bağlıdır, ruhla bağlıdır və bu biraz Allaha bağlı məsələdir. Gərək Allah insanın ruhun, qəlbini təmizləsin ki, insan bura daxil ola bilsin. Ağıl gətirir ora qədər, okeydir. Ağıl yəni müəyyən yerlərə qədər aparır, amma o qapıdan içəri girmək rasional mən düşünürəm ki, mümkün deyil. Onda əslində bu xüsusilə bu bəzi ateistlərin Azərbaycanda və Türkiyədə də eyni zamanda standart düşüncəli ateistlərdən söhbət gedir. O belə bir ayə var ya Quranda, mən istəsəydim hamı inancı olardı, mənə inanardı. Onda bu o demək ki, yəni mən o sizin ruhunuzdakı o çirkabları və yaxud da o mənfi düşüncələri və şübhələri təmizləsəydim, zaten hamınız o şübhəsiz, hamınız şəksiz mənə inanardı zaten. Təbii buradakı məsələ bu cürdə yanaşmaq olar, bu cürdə yanaşmaq olar və yaxud başqa cürdə yanaşmaq olar. Misal üçün Qurani Kərimdə ayə var. İnsanlar deyirlər ki, niyə görə peyğəmbər insandan gəlib, mələkdən gəlməyib? Misal üçün mələk gətirəydi. Yəni bu cür də eləyə bilərdi Allah. Məsələn bir mələk gətirsəydi vəhyi və yaxud hər gün gəlib bizlə o mələk danışsaydı, biz şübhəsiz əmin mən artıq burada bir müsəlman rolundaydım. 100%. Yəni hamı artıq müsəlman rolunda olacaqdı. Yəni bu cür, amma Allah daha çox azad iradə ilə seçimə üstünlük verir. Yəni mütləq o seçim azad iradə ilə olmalıdır. Yəni hansısa bir belə deyim də Allah öz gücündən istifadə edərək bunu zoraki bizə qəbul etdirmək istəmir. Bəs çox maraqlı bir nüans var. Böyük ehtimal misal üçün mən bu verilişi bir xristianla seçsəydim və həmin xristian misal üçün daha sonradan ateist olub və sonradan xristianlığı seçsəydi, qəbul eləsəydi, o da böyük ehtimal bunlara oxşar bir cavab verərdi ki, mən araşdırdım və xristianlığı seçdim haqlı olaraq. Normaldır bu, yəni belə deyək. Tutaq ki, burada bir ateist yox olsaydı deist, o da eyni mənim kimi ifadələri səsləndirəcəkdi. Bəs çox maraqlıdır. Misal üçün əgər İslam mövcud olmasaydı və yaxud da sən İslamı belə deyək, bilgi olaraq xəbərsiz olsaydın, sənə görə İslamdan başqa, yəni İslamı kənara qoyuram da, sənin üçün təbii ki, ən rasional, ən haqq din odur. İslamdan başqa hansı din sənə belə deyək, daha nisbətən daha məntiqli, daha rasional gəlir? Yəni ateist olduğun dövrdə hansı dinlə tanış olsaydın, o din səni özünə çəkərdi belə deyək? Əslində belə deyim, biraz çətin sualdır. Niyə görə? Çünki din qəbul eləmə məsələsində mənə görə Allah konsepsiyası önəmlidir. Ortaya qoyulan Allah konsepsiyası nədir? Yəni dinin bizə təqdim elədiyi Allah necə bir Allahdır? Bu eynən fəlsəfənin Allahıdırmı? Yəni ağlın, məntiqin bizə dediyi Allahdırmı, yoxsa fərqli bir Allahdırmı? Əslində mən bu Allah konsepsiyasını da İslamda görmüşəm. Ola bilər kimsə başqa cür yorumlaya bilər bunu. Mən hörmətlə yanaşıram. Amma əgər bu məcburiyyətdə qalsaydım ki, yəni İslam yoxdur, bunun yerinə yəqin ki, xristianlıq olar. Xristianlıq. Xüsusi səbəbi var yoxsa? Xüsusi səbəbi deyərdim ki, məsələn, xristianlığın fəlsəfi düşüncəsi xüsusən son dövrdə mənim çox xoşuma gəlir. Ona görə ola bilərdi ki, xristian, amma yenə də deyirəm, məsələn, müasir analitik xristian filosoflarının yorumladığı xristianlıq. Məsələn, onlarda da eynən bizim kimi bir tövhid anlayışı var da, çox bənzərdir İslamın tanrı anlayışına. Bunu qəbul edərdim, amma klassik xristianlığı bilmirəm. Yəni biraz sual altındadır bu. Okay. Bəs burada maraqlı bir nüans gəlir ortaya. Düzdür, sən əslində bildirdin ki, yəni insan tam olaraq o seçimini əqli olaraq yox, duyğularla və yaxud da emosional qəlblə, ruhla verir. Bəs bizə sadəcə yəni izah etəcək yoxsa nümunə olaraq istəyirəm. Sənə görə məsəl üçün elə bir arqument varmı ki, yəni bu arqument
İslamda daxil olmayan, yəni müsəlman olmayan bir şəxs üçün həqiqətən də İslam'a keçid üçün açar rol oynayan və çox önəm kəsb edən bir arqumentdir. Yəni bu arqumentdən belə o tərəfi yoxdur. Yəni sırf İslamla bağlı yoxsa Tanrı ilə bağlı? İki ayrı nümunə verə bilərsənsə belə də verə bilərsən və yaxud da öz seçiminə baxın. Yəni çox təfərrüatda dediyim kimi də vaxt nəticəsinə görə çox təfərrüatda girmək istəmirəm. Tanrı ilə bağlı mən məqsəd arqumentini düşünürəm ki, məqsəd arqumenti istənilən bir non-teist insan, yəni Tanrını qəbul etməyən insanı düşündürəcək bir arqumentdir. Bunda məğzun çox qısa deyim. Qısa hə. Hə, yəni kainat başa düşüləndirsə, bunun arxasında bir məqsəd olmalıdır. Niyə görə? Çünki başa düşülənlik məqsədi göstərir. Əks halda başa düşülənlik olmadığı təqdirdə məqsəd olmur və məqsədin arxasında bir şuur var ki, bu şuur bizi mütləq formada Tanrıya aparır. Bu öz yerində təfərrüatlı başqa vaxt inşallah danışarıq bundan bağlı. Hə, və yaxud antropologiya mövzusu ilk ibtidai insanların inancı mənim üçün çox o Tanrını qəbul etmə məsələsində çox mühüm yer tutur. Amma İslam'a gəlsə, İslamda mən ayələr üzərindən deyərdim ki, məsələn Rum surəsi möcüzəsi var ki, bu günə qədər heç bir ateistdən, tək ateist non-teistdən bu iddia haqqında ciddi bir əks arqument görməmişəm. Açığı deyirəm, görməmişəm. Mən inanıram ki, sən də görməmisən. Rasional arqumentdən gedir söhbət. Sadəcə olaraq çox absurd ehtimallar verirlər ki, bu da bilmirəm nə qədər doğrudur, nə qədər yanlışdır. Məsələn, Rum məsələsi mənim üçün, yəni bir insanın İslamı qəbul eləməsi üçün həm çünki orada gələcəklə bağlı çox ciddi xəbər var, həm səmimiyyət var o ayədə ki, yəni peyğəmbər bunu özündən yazmış olsaydı bu iddianı ortaya qoymaz. Burada səmimiyyət var. Sanki peyğəmbərə məcbur yazdırılıb bu ayə. Çünki o qədər incə detallar var ki, orada. Rum surəsidir və yaxud Kövsər surəsində peyğəmbərin nəslinin xanım Zəhra ilə davam eləməsi mənə görə çox böyük möcüzədir. Bu cür məsələlər var və yaxud Misir haqqında verilən məlumatlar ki var, çox önəmli detallar verilir. Haman məsələsi, bəli, yeni krallıq, köhnə krallıq məsələsi ki, bunları mən çox araşdırmışam həqiqətən ki, bunlar o dövrdə bilinə bilərdimi? Yəni çıxdığım nəticə bu olub ki, mümkün deyildi. Bəli. Maraqlı əslində iki həm Tanrı məsələsi, həm İslamla bağlı maraqlı arqumentlər verdin. Əgər şərhlərdə də məncə izləyicilər, xüsusilə inancsızların cavabları varsa, əslində mən də eşitmək istəyirəm. Çünki Rum surəsinin özü olsun, mən də haqlısan, yəni kifayət edici arqumentdir mənə görə. Yəni cavablanması lazım olan arqumentdir. Düzdür, bəzi müəyyən cavablar verilir, amma cavabları zəif cavablar. Məsələn, çox üzrsən burada qısa deyim. Məsələn, Diamond Teman cavabı var. Orada gətirir nəsx məsələsini qoyur ortaya. Yəni orada səhv olsaydı belə nəsx edirdi. Bir var hökmdə olsun nəsx, amma xəbərdə nəsx ola bilməz. Gələcəkdən Allah bir xəbər verirsə, burada nəsx ola bilməz. Onun gətirdiyi dəlillər tam əlaqəsiz analogiyalardır. Əla. Yenə deyirəm, kimisə bəlkə ola bilər cavabı var və eşitməmişi şərhlərdə yaza bilər. Bəs çox maraqlı bir sual verəcəm sənə. Misal üçün, bu gün biz inancsızlardan, ateistlərdən, istər Türkiyə mediasında, istər xarici medialarda, daha çox bu şərq belə deyək, yönümlü ölkələrdə olur. Deyirlər ki, biz ateist olduğumuza görə kifayət qədər toplumdan belə deyək də ifadə eləməyə çəkinirik və yaxud da bizə müəyyən təhdidlər gəlir. Sən o ateist olduğun 6 illik dönəmində bu cür bir belə deyək münasibətlə rastlaşmısanmı və yaxud da sənin o çevrən müsəlman olduğun və daha sonra ateizmə keçdin. Necə münasibət gördün o çevrəndən? Elvin, belə deyim də sənə, mənim ateist olma dönəmim hardasa 2011-ci illərə təsadüf edir və o dövrdə bilirsən, ateizm dalğası düzdür, biz Sovetlərdən bir ateist ölkəsindən çıxmışdıq, burası okeydir. Amma sonradan bu ateizm bizə biraz yaddaşmışdı. 2000-ci illərin əvvəllərində xüsusən artıq belə İslamlaşma prosesi getdi Azərbaycanda. Burada təbii ki, bəzi dövlətlərin artıq burada missioner fəaliyyətləri var idi. İran, Səudiyyə Ərəbistanı, Əfqanistanın özü, yəni çox ciddi missioner fəaliyyətləri var idi. Və bu fəaliyyətlərin nəticəsində Azərbaycanda çox ciddi bir İslamlaşma prosesi getdi. Və 2011-ci illərdə biz ateist olanda, yəni Azərbaycana o ikinci ateist dalğa çox yeni gəlirdi. Bu da kimlər idi? Dalğa hərəkatı var idi. Ağalar Qut, Yalçın İslamzadə, Xədicə İsmayıl və sair şəxslərlə o dalğa hərəkatı, nida hərəkatı və sair, yəni ateist fərdlər çox idi. Düzdür, bu dalğanın özü, Azad Fikir Universitetinin özü və yaxud nidanın özü bir ateist hərəkat deyildi. Amma Azərbaycandakı ateizmin, o ikinci dalğa ateizmin formalaşmasına çox böyük təsirləri oldu. Amma mən açıq deyərdim ki, bunu biz yeni ateist olanda 2011, 12, 13-cü illərdə bunu ifadə eləmək çox çətin idi. Həqiqətən çox çətin idi.
idi. Niyə görə? Çox ciddi təzyiqlər olurdu cəmiyyət tərəfindən. Hətta belə deyək də, məsələni Varovskoy şeyə gətirirdilər də. Məsələn, qaqaş qeyrəti olan Allahı qəbul eləyər, qeyrəti olan Allahsız olmaz, ateist olmaz. Bu kimi arqumentlər gəlirdi və biz məcbur, çox sağ ol. Və biz məcbur bunu ifadə eləyə bilmirdik. Çox çətinlik çəkirdik bunu ifadə eləmək ki, mən ateistim. Hər yerdə deyə bilmirdik. Düzdür, indi bəzi ortamlar olurdu ki, yenə də deyirəm, məsələn, bu gün də o yumşaq, daha açıq düşüncəli, open mind müsəlmanlar ki, var, o dövrdə də var idi əlbəttə. Biz rahat münasibət qura bilirdik, onlarla fikrimizi çatdıra bilirdik. Amma böyük kütləyə çıxmaq, məsələn, mən ateist olanda ilk dəfə bəlkə Facebooka öz foto şəklimi qoymuşam bir 2 ildən 3 ildən sonra. Niyə görə? Qorxurduq da. Yəni çəkinirdik bu şeydən təbii ki. O vaxtı var idi. Amma artıq sonradan bir müddətdən sonra bu tabu biraz götürüldü aradan və bugünkü dövrdə məncə çox rahat, daha rahatdır. Çox rahat ifadə eləyə bilər bir insan öz inancını və mənə görə bu yaxşı bir şeydir. Həm Quran konsepsiyasından daha doğrudur deyə düşünürəm. Həm də İslami təfəkkürün dirçəldilməsində, yüksəldilməsində bu çox önəmlidir. Məsələn, bu gün sən İslama qarşı bir arqument qoymasan, mən heç vaxt o İslami təfəkkür haqqında düşünməyəcəm və o keçmişdən qalan qəliblərlə gedəcəm və bunu mən yaxşı saymıram. Mütləq o müəyyən reformist düşüncələr lazımdır ki, bunu da təmin edən bizim üçün təbii ki, o İslam qarşıtı fikirlərdir. Bəli, əslində yəni bu İslamın da inkişafı üçün xüsusilə İslamın deyəndə buradakı İslamdakı fərdlərdən söhbət gedir. İslami təfəkkür bəli, İslam təfəkkürün inkişafı üçün mütləqdir belə razıyam səndən. Eyni ilə də yəni bu əslində hər inanc, hər düşüncə üçün keçərli olan bir nüansdır belə deyək. Bəli. Bəs tamam bunu anladım. Yəni o dövrdə daha çətin idi bunu ifadə etmək. 2011-dən 13-ə qədər, 14-ə qədər çətin idi. Sonradan rahat oldu. Bəs çox maraqlı. Məsələn, sənin yəqin ki o istər-istəməz də bu məsəl üçün insan inanc dəyişir və artıq çevrəsi ona uyğunlaşmağa başlayır və yaxud da sən öz çevrəni ona uyğunlaşdırmağa başlayırsan. Bəs o ateizmdən İslama keçid zamanı sənin ətrafındakı ateist çevrə onda necə reaksiya verdi? Yəni çox maraqlıdır məsələn mən o reaksiyalar. Belə deyim də Elvən. Mən o ateizmin son mərhələləri ki var idi, artıq İslama keçid, son 1 il 2 il deyək də. Məsələn, mən 17-də iman gətirmişəm, dekabrda. Harca belə deyim də, artıq o 16-cı, 17-ci illərdə artıq ateistlərin düşüncələri mənə qarşı dəyişmişdi. Niyə görə dəyişmişdi? Böyük əksəriyyətin düşüncəsi dəyişmişdi. Səbəb o idi ki, mən artıq biraz araşdırandan sonra mövzuları daha dərindən baxandan sonra gördüm ki, bizim illərdir Qurandan, İslamdan tutduğumuz xətalar öz dinində xəta deyil. Əslində biz bunlara xəta da onun zorundan geydirmişik, belə deyək də. Və baxırdım ki, bunların çox rasional izahları vardı. Əslində İslam alimləri buna çox gözəl izah veriblər və başa düşülən dəqiqətən də doğru bir izahdır bunlar. Və ondan sonra artıq mən bəzi arqumentləri ateistlərin özünə irad bildirəndə ki, bu arqument ciddi arqument deyil. Və bilirəm ki, məsələn, sən və sənin düşüncədə olan insanlar da bundan əziyyət çəkirlər həqiqətən. Çünki o şey barbar ateizm vardı Azərbaycanda. Və artıq mən o fikirləri irəli sürəndə artıq belə başladılar mənə qarşı ki, sən müsəlmansan, yalandan bizə ateist kimi özünü sırmısan, belə deyildi. Niyə görə? Çünki adam istəyir ki, o qəlibləşmiş, o barbar təfəkkürlə çıxış eləyim mən də. Mən də istəmirdim bu cür çıxış eləmək. Artıq ona görə o ateizmin son dönəmlərində zaten fikirləri dəyişmişdi. Məsələn, İslamı qəbul edəndən sonra artıq daha belə şey təzyiq deməyim. Məsələn, heç kimə deməyim ki, sən öldürəcəm də, misal üçün deyim. Amma belə deyim də, sosial şəbəkələrdə çox dəyişiklik. Məsələn, bizim nəşr etdiyimiz bir kitab var idi. İndi fərdlərin adını çəkmək istəmirəm. Çox tanınmış adamlardır. Məsələn, o kitabda mənim məqaləm var idi. Məndən xahiş eləmişdilər ki, o İslamdakı təkamül baxışı ilə bağlı məqalə yazım ora. Və mən İslamı qəbul edəndən sonra o kitab nəşr olundu və mənim adım çıxarılmışdı oradan da. Yəni təsəvvür gör necə bir baskı var idi. Və mən bunun səbəbini o uşaqlardan soruşanda ki, yəni üzr istəyirəm, sən yazanda ateist idin bu məqaləni. Amma məndən onu istəyəndə mən ateist idim və yazdım, verdim məqaləni. Çünki o mənim araşdırma sahəm idi. Mən yazdım, verdim və sonra elə bir dövrə təsadüf elədi ki, mən İslamı qəbul etdim, üstündən bir ay sonra kitab nəşr olundu və mən bu kitaba açdım, gördüm ki, mənim adım yoxdur burada. Səbəbini də soruşanda mənə belə bir fikir gətirdilər ki, filan müəllim dedi ki, o artıq müsəlman olub. Çox adamın tanıdığı bir şəxsdir. Adını çəkmək istəmirəm burada. Filan müəllim bizə dedi ki, artıq o ateist olub, artıq müsəlman olub, onun adını çıxardaq kitabdan, onun adı getməsin. Mənim çox pismə gəldi açıq ki, niyə də o dini seçim eləmək, nə şey var da burada, nə problemi var? Yəni, bəs onda
bu ümumiləşdirib bir sual verim o zaman. Səncə sənin düşündüyünə görə hal-hazırda, yəni 2025-ci ildə Azərbaycanda ateist olmaq mı çətindir yoxsa dindar olmaq mı? Nə baskı baxımından deyirsən? Təzyiq baxımından, yoxsa hal-hazırda ümumiyyətlə hazırda yəni belə bir problem yoxdur, təzyiq problemi ki, məsələn kiməsə təzyiq olunsun, sən müsəlman oldun, sən ateist oldun, sən aqnostik oldun. Bu gün biraz daha multikultural bir sferada yaşayırıq həqiqətən. Yəni cəmiyyət daha multikultural yanaşır məsələ. Biraz o radikallıqdan uzaqlaşmışıq. Ona görə məncə hər ikisi bu gün asandır və istənilən insan, məsələn bu gün biz görürük də, bir insan ateist olan kimi gedir TikTokda bir dənə kanal açır, başlayır canlı yayım eləməyə. Halbuki biraz daha hazırlaşsa yaxşı olar məsələn. Amma yəni bu daha rahatdır. Təbii ki, indi bəzi islamofob və yaxud misioteist deyə biləcəyimiz şəxslər var. Məsələn, misioteisti çox qısaca deyim, ola bilər bizi izləyən insanlar bilməzlər. Var ateist, Tanrıya inanmayan, Tanrını qəbul etməyən, var misioteist, Tanrıya nifrət edən fərd. Bu gün bizim cəmiyyətimizdə var misioteist, islamofob şəxslər var ki, bəli, onlar öz kimliklərini ifadə edə bilmirlər. Məcbur fake profillərlə. Niyə görə? Çünki bu adamlar açıq-aşkar təhqir edirlər dini, Tanrını, müqəddəsləri. Ona görə onlar üçün o problem var o kimliklərin biruzə eləməkdə, amma normal insanlar üçün məncə heç bir problem yoxdur. Bəli. Bu işin söhbət tərəfidir belə bir qədər ziyanın keçmişinə və indikinə səyahət elədiyəsində mənim üçün maraqlı oldu məsələn oradakı bəzi nüanslar, hətta bəzi sənə qarşı olan münasibətlər mənə maraqlı oldu. Bəs ümumi misal üçün hal-hazırda söhbəti qoyaq kənara və Ziya üçün din anlayışı nədir? Məsəl üçün sənin subyektiv, yəni burada tərif olaraq demirəm. Məsəl üçün Ziya üçün din deyiləndə ilk olaraq ağlına gələn o anlayış bütünü nədir? Çox qısaca deyim, mənim üçün bir kompasdır həyatda din. Yəni necə davranacağam, nə edəcəm, hardan hara getməliyəm, nə etməliyəm, bunu təyin edən ən doğru normativlərdir mənə görə din. Yəni şəxsi düşüncəm. Şəxsi düşüncə, bəli. Onda bu tərifdən yola çıxıb belə bir sual verilə bilər ki, və yaxud da belə bir sənin o çıxarım edilə bilər ki, tərifindən dini olmayan şəxsin kompası yoxdurmu? Və ya misal üçün həqiqətən bir insan həyatında din yoxdursa, o zaman bu adam bir növ nə etdiyini bilməyən, okeanın ortasında üzən sanki bir şəxsə mi bənzəyir? Yəni əslində belə deyim də, dini olmayan insan belə istər-istəməz müəyyən dini normativlərə uyur. Niyə görə? Çünki bu dini normativlər bizim o cəmiyyətin genetikasına hopduğu üçün, mentalitetimizə hopduğu üçün istər-istəməz bununla getməyə məcburdur. Misal verim, məsələn, yəni bunu ümumi şey kimi gətirmək olar. Yəni sadəcə qısa-qısa izahlarla deyirəm. Məsəl üçün insest münasibətinin tək qadağası dindir. Və bu gün cəmiyyət bundan qaçır. Niyə görə? Çünki bu dini anlayış artıq bizim genetikamıza hopub. Bizdə artıq mental bir dəyər kimi formalaşıb. Məsələn, qadının əxlaqsız olması. Məsələn, bu biraz dini normativ kimi gəlib. Daha sonra isə artıq bu cəmiyyətin o genetikasına yansıyıb. Yəni ona görə də kompassız deməyim, amma məsələn bir ateistin həyatda o məna anlayışı çox çətindir onu təmin etmək həqiqətən. Məsələn, Albert Camus da nihilistdir də, bilirsən. Məsələn, Albert Camus 3 dənə yol qoyur orada. Onun biri dini inancda deyir, bir fəlsəfi intihar var, bir cismi intihar var, bir də baş qaldıran insan var. Fəlsəfi intihar odur ki, sən dini inancı qəbul edirsən, artıq okey, hər şey rahatdır. Sənin üçün bir həyatın mənası var. Cismi intihar odur ki, gedin zıvas öldür. Yəni hər şey bitdi, məna yoxdur. Baş qaldıran insan odur ki, Camus'a görə mənasızlığa qarşı mübarizə aparıb bir məna yarat. Yəni mənasızlığa qarşı mübarizə aparmağın özü bir mənadır. İndi ola bilər kimsə bu mənanı çıxarda bilər Albert Camus kimi, amma yenə də deyirəm, Allah olmadan həyatda bir məna çıxartmaq, nəyi necə eləmək daha doğrudur, bunu qavramaq çox çətindir. Yəni bunu bir insan tanrısız bacara bilirsə, məncə böyük insandır həqiqətən. Bəs onda çox maraqlıdır. Bu 6 illik ateist dönəmində də bu həqiqətən özündə ola bilər ki, bəli, həmin dönəmdə hiss eləməmisən, amma həmin dönəmdən ya sonlarına yaxın və yaxud da çıxdıqdan sonra arxaya baxanda o mənəvi boşluğu hiss eləmisənmi? Yəni və yaxud da necə? Təbii ki, bu hissləri necə ifadə edirsən? Təbii mənəvi boşluğu insan hiss eləyir ki, yəni o bəzi proseslər ki var, orada insana mütləq Allah lazım olur və bəzən ateist kimi də biz Allaha üst tuturuq. Məsələn, mənim həyatımda elə bir dönəm var. Çox qısaca danışım onunla bağlı mən, amma çox qısa danışımda istəmirəm verilişin vaxtını bu mövzu ilə alaq. Məsələn, mənim anam xərçəng xəstəliyindən dünyasını dəyişib və həkim bizi çağırıb otağa deyəndə ki, məsələn, artıq metastoz verib xərçəng və 2 aya, 3 aya dünyasını dəyişirlər. Belə də dedi bizə.
Və artıq orada pulun, həkimin, tanışın, dostun, o heç bir kömək ki çatmır. Və onda insan artıq bir dənə o varlıq axtarır. O mənəvi boşluq gedir ya. İnan ki, Elvin, keyf içində olanda o yada düşmür. Çünki sənin o boşluq bu o qədər o şeylər, o naz-nemətlər doldurur ki də, o parıltı, belə deyə də materialist parıltı deyək buna. O qədər doldurur ki, sən o boşluğu çox da hiss eləyə bilmirsən. Amma o çətin yanı var. İmam Sadiqdən hədis var. Deyir, okeanın ortasında qalsan, sən istəyirsənmi ki, səni buradan çıxartsın kimsə? Deyir, hə, deyir, Allahdır da, sənin fitrətində olan. Və həkim onu mənə deyəndən sonra mən baxdım ki, artıq həkim kömək eləyə bilmir. Pul kömək edə bilmir, dostlanış kömək edə bilmir, heç nə. Və mən girdim bir qaranlıq otağa. Mən bunu həmişə səmimi etiraf edirəm. Ateist idim o dövrdə. Və qaranlıq otaqda ağlayaraq dedim ki, ilahi, varsansa kömək elə. Varsansa bir şey elə də. Yəni, mən inanmaq istəyirəm sənə, varsansa elə. Və Allah neynədi? Çox maraqlıdır, bunu da qısaca deyim. Allah təsadüfən bir həkim çıxartdı bizim qarşımıza. Həkim dedi ki, kimya terapiya edəcək, əməliyyat edəcək və sağ olacaq. Həqiqətən də ondan sonra 2 ay ömür qoyulmuşdu və 2 ildən daha çox yaşadı həmin hadisədən sonra. Amma mən Allaha nə dedim? Mən o prosesdə Allaha anlatdım. Dedim ki, ilahi, bunu sən eləmiş olsaydın, bu möcüzəvi olmalıydı. Anam axşam yatıb, səhər sap-sağlam durmalıydı. Hə, deməli bu tibindən düzəldisə, deməli bu sənin bir işin deyildi, sənin bir əməlin deyildi və mən Allaha anlatdım. Və sonra mən müharibədə oldum, anam artıq çox stres yaşadı və metastoz oldu. Ondan sonra dünyasını dəyişdi. Artıq belə deyək də, mənim duamla gətirmişsə, mənim vasitəmlə də məsələni həll elədi bir növ. Və mən çox sonradan başa düşdüm ki, əslində Allahın o iş prinsipi çox fərqlidir. Yəni Allah heç də bizim gözlədiyimiz kimi möcüzələrlə müdaxilə eləmir. Əslində çox təbii müdaxilələr eləyir Allah. Sadəcə olaraq biz onları görə bilmirik. O mənəvi boşluq bəzən o çətinlik anlarında həqiqətən insan çox hiss eləyir və məcbur zaten Allahdan başqa bir alternativ yoxdur susmağa. Yəni o situasiyada mən əminəm ki, istənilən bir ateist o varianta əl atır. Qaçılmaz. O zaman demək istəyirsən ki, əslində Tanrının elədiklərini görmək, anlamaq lazımdır bir-birinə. Çünki o yəni prosesləri əslində anlasaq, əslində Tanrının əli olduğunu zaten məntiq olaraq çıxaracağıq. Yəni təbii də o Allahın o yenə də deyim o iş prinsipi, Al Capone'nin məşhur sözü var idi. Mən uşaq olanda ancaq Allaha yalvardım ki, ilahi mənə velosiped ver. Sonra artıq velosipedi oğurladım və dua elədim ki, ilahi məni bağışla. Yəni Allahın o iş prinsipi başqadır. Prinsipi fərqlidir. Biz bəzən bir sənə gözləyirik o Quranda da deyirlər, bir çəkdiyim ayət ki, mələkdən gəlsin də peyğəmbər, niyə insandan gəlir? Biz bəzən ancaq mələk gözləyirik. Allah bir dənə mələk velosipedlə göndərir ki, davay gəl bu velosipedlə. Bu deyil də, bu deyil. Yəni Allah o qədər incə müdaxilələr eləyir ki, insan bəzən kənardan baxanda onu görür və düşünürsən ki, həqiqətən də bu var. Bəs mən indi çox əminəm ki, yəni bu hal-hazırda videonun bu hissəsində, podkastın bu hissəsində bu belə deyək, videonun arxasında oturan ateistlər, yəni məndən çox böyük bir həvəslə, çox böyük bir inadkarlıqla bu sualı verməyimi gözləyirlər. Mən bu sualı verəcəm, amma bir də xahiş edirəm ki, bu sualı üstündən keçək, yəni çox belə dərin cavablamayaq, çünki bu sualı ətraflı şəkildə biz işləyəcəyik onsuz da. Açıqlaya bilək, yoxsa sirr olaraq saxlayaq? Yox, fərqi yoxdur. Üstün yəni problem deyil. Okay. Sual demirdim amma o bizim bildim. Bu layihəni deyirsən də proyektdə bir layihəmiz var. Ziya ilə yeni deyəndə, yəni ilk dəfə olaraq əslində çoxdan da bunu planlayırdıq, amma bir çox alınmırdı. 2-3 ildə planlayırdıq, amma işlər və yaxud da başqa sair səbəblərə görə yubanırdı və artıq biz başladıq bir çox möhtəşəm mənə görə kitab üzərində işləyirik və Azərbaycan üçün yenilikdir. İlk dəfə olacaq belə bir şey. Hər iki tərəfin bu üslubda ilk dəfə bir kitab yazırıq. Əslində orada bu mövzuya ətraflı şəkildə həm sən toxunacaqsan, həm mən toxunacağam. Burada sadəcə yenə deyirəm, o məsələn ekran arxası ateistlərin o arzularını ürəyində qoymaq istəmirəm. Bəs belə bir sual verəcəm. Niyə bu qədər pislik var dünyada? Yəni niyə biz bu şəri görürük bu dünyada? Belə deyim də bunu. Bir iddia var, məsələn İmam Qəzzəlidə də var bu, Alvin Plantingada da var bu. Mümkün olan ən yaxşı dünya formulu da belə deyə. Ya Allah bizi azad iradəsiz yaratmalıydı.
Yəni biz robot kimi ancaq yaxşılıq eləməliydik. Yəni bizim başqa variantımız olmamalıydı. Ya da bizi azad iradə üzərinə yaratmalıydı və biz azad iradəmizlə bəzi seçimlər. Məsələn, mənə görə pisliyin mənbəyi azad iradədir. Yəni insandır pislik yaradan. Pislik nədir? Çox qısa deyim bunu. Allahın buyurduqlarına əks getmək. Misal üçün hər şeyin öz təyinatı vardır. Heç bir şey pis təyinat üçün yaradılmayıb. Hər şey yaxşı təyinat üçün yaradılıb. Sadəcə olaraq onu pisə istifadə edən bizik. Məsələn, bıçağı məsələn şirkət, zavodda bıçaq istehsal edəndə bunu meyvə doğramaq üçün, çörək doğramaq üçün, amma biz gedib bir insanı öldürürüksə bu demək deyil də ki, zavod bunu bu məqsədlə yaradıb. Biz əslində zavodun təyinatının əksinə getdik. Bax, pislik. O təyinatın əksinə getdikdə yaranır və bu da ən böyük pislik də Allahın o buyurduqlarını Quran ayəsində deyir, yaxşılıqlar Allahdandır, pisliklər özümüzdəndir. Yəni Allah nə buyurubsa yaxşılıq budur. Allahın buyurduqları. Pislik isə odur ki, ona əks getmək. Və əks getməkdə ancaq və ancaq azad iradə olduğu zaman mümkündür. Əks təqdirdə insan əks gedə bilməz yəni Allahın əmrlərinə. Və mənim şəxsi düşüncəm budur ki, mümkün olacaq ən gözəl dünya modeli bu idi. Azad iradəli bir model. Niyə görə? Çünki burada imtahanın da bir mənası var, yaşamağın da bir mənası var, seçimin də bir mənası var. Artıq burada hər şey mənalanır və hər şey ədalətli bir formaya çevrilir. Və ona görə də pisliyin var olması məncə təbii ki, burada insani pislikdən danışırıq. Məsələn, burada vulkan partlamasından da qeyri-insani pisliklərdən də danışırıq. Mənəvi və ya əxlaqi şərdən söhbət gedir. Hə, belə daha şey desək bunu, daha anlaşılan formaya salsaq, insani şər və qeyri-insani şər, yəni təbii şər də belə deyək. İnsanın asılı olmayan da belə deyək. Hə, təbii şərrin özü belə, məsələn, bəzi situasiyalarda faydalı bir şeyə çevrilə bilir bəzi situasiyalarda. Yəni bu təbii ki, təbii fiziki proseslərdir, bunlar baş verməlidir. Məsələn, bu proseslər baş verməsəydi dünya mövcud olmazdı. Yəni bunlar hamısı bir nizamlandı. Və bu fəlakətlər də, bu şərlər də bəzən bu nizamın bir parçası kimi hərəkət edir. Yəni mənim şərlə bağlı yanaşmam budur. Bəli. Mütləq ki, düşünürəm ki, bundan daha artığını düşünürsən əslində. Sadəcə bu təbii ki, daha geniş danışmaq olar bundan bağlı, amma çox qısa istəyirəm mövzulara toxunmaq. Bəs belə deyə son sualımı verəcəm əslində. Əslində bunun üzərində bir uzun danışma olar, sadəcə suallarımın sonuncusudur. Deməli, tutaq ki, biz öldük, bu klassik suallardan da, yəni öldük və axirətdəyik və əslində gördük ki, İslam heç də haqq din deyilmiş, nümunə üçün deyirəm və əslində misal üçün Tanrı bu kitabı ona görə göndərib ki, biz sorulayaq və əslində Tanrının bizə başqa bir şey istədiyini görək. O zamanki situasiyada sənin belə deyək, o üz cizgilərin, mimikaların və yaxud da beynindən hansı suallar keçərdi? Belə deyim, əgər belə bir şey olsa ki, buna ehtimal vermirəm. Çünki ağıl bunu deyir ki, Allah yalan danışa bilməz. Niyə görə? Çünki yalan ehtiyacdan doğur. Çünki ehtiyac olmadan yalan danışılmır. Yalan ehtiyacdan doğduğu üçün də Allah ehtiyacsız varlıqdır. Yəni bizim üçün yalan danışmaz. Buna ehtimal vermirəm. Amma belə bir hadisə baş versə, yəni ehtimal olaraq deyirik də, təbii ki, çox təəssüflənərəm. Niyə görə? Mən illərlə ibadət elədiyim bir varlıq var, Tanrı var. Çox sevdiyim şəxsiyyətlər var, peyğəmbər, imam və yaxud hansısa bir alim. Çox belə deyək də, həyatımı bunlara həsr eləmişəm və sonra deyilsə ki, bunlar əslində sən bunları inkar eləməliydin. Yəni çox pismə gəldi. Məsələn, həqiqətən deyirəm ki, misal üçün mən niyə Həzrət Əlini inkar eləməliydim də? Yəni bu qədər fenomenal bir şəxsiyyəti inkar eləmək, pismə gələrdi mən belə bir proses, belə bir hadisə olsaydı. Əla. Bəs səncə mən və yaxud da fərqi yoxdur hansı bir ateist. Yəni niyə hələ də biz müsəlman deyilik? Yəni bizim o belə deyək də problemimiz nədir bu İslamla? Niyə biz müsəlman olmağa layiq deyilik və yaxud da nə bilim? Problem deyəndə Elvə mən biraz səmimi yanaşım mövzuya. Yəni tam o içimdə olan şeyləri deyəcəm də indi düzdür, mən səni həmişə o ateistlər deyəndə 3-4 dənə ateist var ki, onları ayırıram o qrupdan. Niyə görə? Çünki sizdə o iman işığını görür. Əslində təriflərin səbəbi buydu, iman işığı. Hə, hidayət olacağımıza inanıram. Bir neçə ateist var ki, çünki həqiqətən də səmimiyyət görürəm o insanlardan və ümumi ateistlərə yanaşsam mən. Bax, ateizmin ən böyük problemlərindən, ateizmin yox, əstəğfurullah, ateistlərin, xüsusən Azərbaycandakı ateistlərin, bunu mən də yaşamışam deyə, bu simptomları özümdə də görmüşəm deyə, bunu çox yaxşı bilirəm, o Nietzsche deyir,
özünü analiz edən insanla ən yaxşı şeydir də. O insanları ən yaxşı tanıyan insandır. Mən çalışmışam özümü çox analiz eləyim bu mövzuda. Və bu gün mən o keçmiş günlərimə baxanda, o ateist təfəkkürü olduğum dönəmə baxanda mən baxırdım ki, ateizm məndə həddən ziyadə təkəbbür yaradı. Necə təkəbbür bilsən evim? Bu biraz qaçınılmaz deyə. Sən elə düşünürsən ki, çoxluq müsəlmandır, axı toplumun bir 90% müsəlmandır. Və sən ateist kimi ortaya çıxanda elə bilirsən ki, sən axının əksinə gedirsən və bir növ belə deyək də, o cəmiyyəti oyadan, cəmiyyəti ayıldacaq bir aydınlanmış insansan da, Buddasan sən. Yəni özünü o cür təsəvvür etsən. İndi düz deyən ateist çoxdur, o inan bilmirəm indi nə qədər özlərinə təsəvvür edən bizim vaxtımızda elə idi. Yəni özümüzü çox belə seçilmiş görürdük də ki, biz cəmiyyəti ayıldacağıq falan təkəbbür. Və Qurani-Kərimdə çox maraqlı bir şey var ki, təkəbbür ən çox qınanılan məsələdir Qurani-Kərimdə. Yəni misal üçün deyirəm, küfür 10 yerdə qınanılıbsa, təkəbbür 50 yerdə qınanılıb da. Niyə görə? Çünki təkəbbür bütün günahların o şeyidir. O tətikləyicisi. Yəni bütün günahlara aparan şey təkəbbürdür. Niyə görə? İnsan özünü kainatın mərkəzinə qoyur. Hər şey mənəm, hər şey mənəm və artıq sənin üçün bütün o günah qapıları açılır. Və ona görə Allah bunu çox qınayır. Qurani-Kərimdə təkəbbür həddən ziyadə. Və bu gün mən baxıram ki, ateistlərdə bu problem həqiqətən də var. Bu müsəlman, bir qrup müsəlmanda da var. Mən bunu təkcə ateistlərin üzərinə atmıram. Amma sual ki var, ateistlər niyə görə? Məsələn, problem nədir? Bu problemin ən böyüyü təkəbbürdür. Misal üçün mən mütəmadi özüm bilsən də ateistlərlə müzakirələr edirəm, debatlar aparıram. Və mən baxıram ki, adam o deyirlər 4 qrup insan var. Biri bildiyini bilir, biri bildiyini bilmir, biri bilmədiyini bilir, biri də bilmədiyini bilmir. Buna İslam terminologiyasında deyirlər cəhli mürəkkəb. Biri var cahil, biri də var mürəkkəb cahil. Başlayırsan o gün bunu. Bunun cahil. Çarəsi yoxdur. Hətta özünə sübut edə bilmirsən bunun cahilliyində. Gör hansız həddədir cahillik. Və mən baxıram ki, adam məndən mövzu haqqında danışır. Mövzu haqqında adamın ümumiyyətlə təsəvvürü yoxdur. Yəni heç nə bilmir. Uzaqbaşı 30 saniyəlik videoya baxıb. Bunun ən primitiv bir nümunəsini deyim sənə. Ateistlərdə mütəmadi görürük də. Bunu xüsusən Cəlal Şəngördən bəhrələnmiş ateistlər o 1 dəqiqəlik 30 saniyəlik video var. Əfəndim, insanlar ilk öncə qorxurdular şeydən. Şimşək çaxırdı, nə bilim sel gəlirdi, gün batırdı və dedilər ki, bu sel tanrıdır. Bu göy gürültüsü tanrıdır, bu bulut tanrıdır. Bunu mənə deyən adam deyir, belə kəşf olunub tanrı, biz belə yaratmışıq. Deyirəm ya, ən primitiv bir şey də, bu nəzəriyyədir də, naturalizm nəzəriyyəsi, bu bir sosiologiyada işlənmiş bir mövzudur bu. Deyirəm, heç olmasa bu nəzəriyyəni necə ortaya atıblar bilirsən? Deyir, mənə maraqlı deyil də. Mən deyirəm, necə maraqlı olmaya bilər? Sən ümumiyyətlə nəzəriyyənin dəlilləri nədir bilmirsən. 30 saniyəli videola gəlmirsən bura, mənə nəsə izah eləməyə çalışırsan. Mən o təkəbbür misalın ona görə çəkirəm. Adamlar elə bilirlər ki, ateist olduqları zaman aydınlanmış, hər şey bilən. Dünyanın bütün sirrəni o Nəsimdədir, dünyanın bütün sirlərinə vaqif olacaq kamil insan. Bax, bunlar o Nəsim üçün olsun da çox təsiri var bizim ateistlərə həqiqətən. Elə bilirlər ki, o ateist olan kimi yazıq Nəsimin ateizmlə əlaqəsi olmayıb. Biz zırmısan, məndən betər müsəlman olub Nəsim. Özə hurufi olublar, onlar vəbşi xurafatçı olublar da, çox şey olub. Qərə xurafatlar da çox olub onlarda. Yəni o bəzi propagandaların zadının təsiri çoxdur. Hamısı o dəqiqə girir Nəsimin moduna, Budda moduna, o şey. Bunlar İmmanuel Kantdılar, cəmiyyəti şeyləyəcəklər. Ona görə də burada artıq nə baş verir? Sözümü bura gətirəm. Burada artıq bu baş verir. Mən hər şey bilirəm və mənim oxumağa ehtiyacım yoxdur. Burada bitdi. İnsanlar araşdırmırlar. Ateistləmsə bitdi. Mənim üçün araşdırma işi bitdi. Mən tam aydınlandım. Dünyanın bütün sirlərini bilirəm. Artıq heç bir kitab oxumayacağam. Bu proses məndə də baş verir. Məsələn, mən əvvəl heç bir müsəlmanın kitabını oxumurdum ateist olanda. Bax, and ol Allaha, belə də fikrim var idi. Deyirdim, nə yaza bilər bunlar? Deyirdim, müsəlman nədir ki, nə də yazsın? Yəni müsəlmanın yazdığı nə olacaq? 2 dənə hədis atacaq. Niyə? Çünki özümü aydınlanmış hiss edirdim və belə deyək də oxumurdum. Bir dəfə təsadüfən bir ortaq yoldaşım var idi, əhlüsünnə idi. Deməli bu ortaq yoldaşım bir dənə yarışmada kitab oxumuşdu. Mürtəza Mütəhhirin Kamil İnsan kitabı. Gəldi və mən də kitab oxuyuram, amma müsəlman alimlərdən qəti almıram da. Deyirəm, başım bıraq da bir işdir. Bir gəldi və nəsə dedi ki, bir dənə kitab oxumuşam. 3 manata satıram. Mən oxumayacağam. Mən sünniyəm, bu şiə alimidir də. Mürtəza Mütəhhir.
İstəyirsənsə 3 manata verimsə, həyatımın bəlkə ən doğru qərarını o gün verdim. Ən düzgün xərclərin 3 manatdır bu. Bütün həyatıma yön verən 3 manatdır o da. Tam səmimi deyirəm bunu. Verdim 3 manatı, dedim ver bəri. Elvin kitabı açdım, dedim ilahi mən necə xəbərsiz olmuşam da bu şeylərdən. O baxıram ki, Təzədən açırsan, bu dəqiq müsəlman deyirsən. hə da baxıram. Mürtəza mütəri Karl Marksdan danışır. Deyir amma mən də nə fikirləşirəm? Bir müsəlman ümumiyyətlə Karl Marksı tanımamalıdır. Yəni bu çoban olmalıdır. Yəni qoyundan başqa heç nə bilməməlidir. O baxıram Bertrand Russelli tənqid edir, Nietzsche-ni də. O deyirəm o bunun cavab testlər bilməliyik axı da. Niyə bu müsəlman alimi kitabındadır? Və düşüncəm mənim biraz çox dəyişdi artıq. O gündən sonra mən gördüm ki, müsəlman alimləri bir şey bilirlər və mənim o təkəbbürüm bir növ qırıldı. Gördüm ki, mən nə qədər çox üzr istəyirəm. Mən loro dildə deyəcəm. Nə qədər tupoy olmuşam mən də. Yəni bu cür düşünmüşəm. Yəni nə dəxli var bunun müsəlman oldu, ateist oldu. Mən bu gün də o düşüncədəyəm ki, çox böyük ateist filosoflar var. Çox böyük ateist alimlər var. Məsələn, bilirsən mən Viktor Stenzer'i çox sevirəm, Michael Rose'u çox bəyənirəm. Bertrand Russellin özünə baxmayaraq ki, bəzən çox absurda gedib, çox gülməli məsələlərə qədər gedib. Amma çox bəyənirəm. Böyük alimdir bu adam. Və Daniel Dennett mənim çox xoşuma gəlir. Yəni bu ateist, müsəlman, xristian temasına baxmır. Yəni bir insan yaxşı, savadlı insansa, savadlı insandır. Bunu etiraf eləmək lazımdır və o təkəbbür bəzən ateistlərə imkan vermir. Mən bu gün də görürəm bunu. Məsələn, bir ateistə deyirsən, filan alimin kitabı, dindar da başım bıraq getsin. Və bununla heç vaxt bu insanlar həqiqəti tapa bilməyəcəklər. Çünki oxumayacaqlar. Və çox maraqlıdır. Özümlə bu sənin indi asıldıqlarını uyğunlaşdırıram. Hansı ki, ilkin dövrlərdəki ateist vaxtlarıma sanki həqiqətən də bu Cəlal Şengör xüsusilə də izləyənləri belə bir fakt daha da böyük bir rol oynayır. Sanki sən aydınlanmırsan, Cəlal orada nə deyirsə artıq o faktı, sübutdur. Hətta sən deyirsən məsələn bu nəzəriyyə sübutun nədir? Videolarda Cəlal danışır da. Halbuki sən Cəlaldan çox bilirsən. Amma söhbət odur, sən bu adama başa sala bilmirsən ki, qardaş bu nəzəriyyəni Max Müller neçə ilə işləyib. Max Müllerin bu əsasları var idi, dil xəstəliyi məsələsi var idi. Sonra bu naturizm ortaya atanda Upanishadlar, Vedalar mətnlərindən səhv bəhrələnmişdi. Adam naturizm nəzəriyyəsi bu gün bir qrup ateistin sevə-sevə danışdığı nəzəriyyə bir səhvin nəticəsidir. Və bu gün akademik sferada bu ciddiyə alınmır. Daniel Dennett kimi məsələn müasir filosoflar bu nəzəriyyəni çox da ciddiyə almırlar. Başqa alternativlər gətirirlər. Niyə? Çünki fərqdir bu. Hə, Allah yəni rəhmət eləsin. Yaxşı şeydir, həqiqətən. Biz bir kitabını da nəşr etmişik. Bilirsən Plantingerin debatını. Hə, din və elm. Düzdür, o debatda səmimi deyim, yəni bunu təəssübkeşliklə demirəm. Daniel Dennett çox zəif çıxış eləyib. Bilmirəm niyədir, amma İmin o kitabda çox zəif çıxış eləyib. Hə, yəni bu təkəbbür məsələsi mütləq tək ateistlərdə yox, dindarların özündə də qırılmalıdır. Amma dindarlarda bu bloklama var ha. Bu adətən təkəbbürdən deyil, qorxudandır. Sanki elə bilirlər ki, ateistlər təkəbbürdən oxumurlar. Hə, deyirlər ki, biz hər şeyi bilirik. Dindarlar qorxur ki, bunu oxuyub dindən çıxaram. Zaten sən yəni Richard Dawkins'in The God Delusion kitabı ilə Tanrı illüziyası kitabı ilə sən dindən çıxarsan, get də yəni get qalma bu dində də, ciddən qalma. Yəni sən bu qədər bəsit səviyyədə kitabla çıxarsansa və yaxud ağalar qutla çıxarsansa sən dindən, zaten sən getməlisən. Nə qədər sən bir dənə şey axtarırsan, sən TikTok videosuna gedərsən. Yəni bununla getmədən sən TikTokla gedərsən. Ya hardansa gedəcəksən. Hansısa çayxana masasının söhbətinə qulaq asıb gedərsən. Bir şeylə gedərsən sən. Qala bilməzsən, qardaş mümkün deyil. Sən qorxmamalısan. Sən Allahın dinindəsənsə, sən bilməlisən ki, Allahın dini ən rasional argumentlərdən əsaslandırılmış dindir. Yəni əgər burdasansa buna əmin olmalısan. Və sən bundan qorxursansa, deməli sənin özünün hələ şübhən var ki, bu Allahın göndərdiyi dindir, yoxsa yalançı bir dindir. Buna hələ sənin şübhən var. Bu yaxınlarda səhv etmirəmsə küskünün məsələsidir. Bir şərh oxudum. Xanım idi səhv etmirəmsə şərh edən. Belə bir şərh yazmış ki, mən hələ müsəlmanam. Niyə görə? Çünki hələ dini araşdırmamışam. Yəni buna oxşar bir şərh. Bu insan yəni anlayacağam ki, artıq ateistdir bu insan. Ən yaxşı halda deistdir. Niyə görə? Çünki dini araşdırmamışam deyəndə. Yəni araşdırsam çıxacam da. Bunun başqa yolu yoxdur. Araşdırsam çıxacam. Hələ araşdırmamış, araşdırıb çıxacağını hardan bilirsən? Bu da maraqlı məsələdir. Sən artıq çıxmısan da hələ belə yox. Bu bilmirəm bilsən nədir? Tam səmimi deyək də, küyə düşmüş adam.
Yəni girir 2 dənə TikTokdan həm canlı giz-giz danışırlar. Həqiqətən də yəni baxırsan ki, bu nə danışır da bu adam heç danışdığını bilmir. Girir 2 dənə Quran ayəsi özü and ol Allaha çoxsu Google search-dan axtarır. Bu məndə də olub, Elvin. Mən ona görə bilirəm bunu. Mən o ateistlərə irad tutanda islamofob ateistlərə. Ay yox elə deyil filan. Qardaş bu yolu mən keçmişəm. Mən sənin indi getdiyin yolu mən neçə il əvvəl 2011-dən ateist olmuşam da neçə il eləyir? 14 il. 14 il əvvəl, 13 il əvvəl mən bunu keçmişəm. Girirdim Quran az saytına, Google şeydə o search yeri var, yazırdım orada öldürün. Öldürün. Çıxırdı tövbə 5. Gələ, bu da İslam. Əlbəttə tövbə 4-ə baxmırdım axı mən ki, burada izah eləyib də ki, kimi öldür. Ona görə də bu gün ateist o tövbə 5-i ortaya atanda, misal üçün və yaxud Ən-Nisa surəsində var 79 ya 89 tam nəyi xatırlamıram. Baxanda bilirəm ki, and içərəm ki, bu insan Quranı oxumayıb, qardaş, bu oradan buradan götürüb. Bu oxusa zaten mümkün deyil bu argumenti ortaya atmaq. Sadəcə search-dan atırlar ortaya, bitdi getdi. Argumentlərlə bağlı bir nüans deyim. Mənim özümdə misal üçün hansı ki deyirsən, misal üçün Tanrı anlayışı necə ortaya gəlib və necə ortaya çıxıb da. Və bunun üçün bəzi mövzular var ki, misal üçün mən səmimi şəkildə etiraf edirəm ki, bəli, mən bu mövzuya cavabım yoxdur. Nəinki mənim, ya bu mövzu elmin və yaxud da araşdırmanın hazırki, yəni misal bu sual cavab yoxdur. Tanrı anlayışı necə ortaya çıxıb? Yəni müəyyən iddialar var, amma ya bilmirəm, mən tam araşdırmamışam, bu da ola bilər və yaxud da amma o oxuduğum qədərilə, yəni kifayət qədər ciddi şəxslərə oxumuşam, araşdırmışam, amma tam o ağlıma yatan və yaxud da o elm insanlarının ortaq şəkildə qəbul edib belə şey iddia yoxdur açığı. Yoxdur, yəni yüzdə məsəl var nəzəriyyə animizm, totemizm, magiya, məsələn James Fraser'ın magiya nəzəriyyəsi var, naturizm var. Fərqli nəzəriyyələr var, amma bunlar izah verirmi bizə tam olaraq? Yox. Və bir də çox qəribə bir şey var. Bunu səndən bir dəfə çox illər əvvəl söhbətini eləmişdik. İlk tanrıların o bayaq dedim, fəlsəfənin tanrısı, yəni ağıl və məntiq deyir ki, tanrı varsa bu cür olmalıdır. Və ibtidai o mağara Çinqaçuqunun, misal üçün deyirəm, yəni ağacda yaşayan bir adamın belə bir tanrıya inanması mənə çox qəribə gəlir. Yəni necə ola bilər də bu adam alovdan xəbərsizdir, amma fəlsəfi tanrıya inanır. Deyir ki, Tanrının məkanı ola bilməz, Tanrı zamandan asılı ola bilməz. Belə odun varlığından xəbərsizdir bir yetim bu. Məkanı adam bilir. Yəni bunlara, bu Tanrıya bu qavramı necə yükləyib bu adam? Çox qəribə bir şeydir. Və mənə görə bayaq dedim, antropoloji mövzular ki var, mənim üçün Allahın varlığına da ən böyük dəlildir. Mənim üçün ən böyük dəlillərdən biri ibtidai insanlarda olan bu inanc konsepsiyalarıdır ki, həqiqətən də sanki Tanrının yer üzündəki izini göstərir. Yəni Tanrı olmasa bu tanrı konsepsiyasının olması şəxsən mənim üçün anlaşılmazdır. Bilmirəm, bəlkə kimsə bunu rahat anlaya bilər. Məni də aydınlaşsa çox sevinərəm, amma mən başa düşə bilmirəm bunu həqiqətən. O zaman son olaraq belə deyək, bizə özünün oxuduğu və özünün xoşladığını, sevdiyin 3 dənə bizə mütləq şəkildə bunu oxumalısan dediyin 3 kitab addır. Quran istisna. Əslində Quranı birinci qoymalıdır ki, məncə mütləq oxuyun. Ateistlərə deyirəm, bunu oxuyun bir zəhmət. Onlar 7 dildə oxuyublar olmasın. Özü 8 dəfə. Quranı qoyaq, 3 belə deyək də, elmi və yaxud da fəlsəfi kitabdır ki, bunu mütləq oxuyun. Valla bunu mən belə deyim də, hər iki tərəfin oxuya biləcəyi məsələn bir kitab var. Cambridge Universitetinin filosoflarının yığdığı türk dilində var. Din fəlsəfəsi seçmə mətnlər. Onun şəklini ataram, montajda qoyarsınız onu. Almaq istəyən insanlar alarlar o kitabı. Hər iki tərəfin oxuya biləcəyi, məsələn, çünki orada hər iki arqumentlər var. Orada məsələn Richard Dawkins da var, Plantinga da var, misal üçün Swinburne da var, Michael Rose da var. Məsələn, hamısını yığıblar orada. Çox maraqlıdır. Tərcümə mətnlərdir sadəcə. Orada yəni əlavə şərhlər yoxdur, yəni. Şərh yoxdur. Yox, məsələn Daniel Dennetton misal üçün ibtidai naslar mövzusu. Daniel Dennett bu fikirdə olub, məsələn, hansısa bir müsəlman və xristian bu düşündədir. O öz məqaləsini tərcümə edib qoyublar. Çox yaxşıdır. Teist tərəfdən mən Plantinganın bütün kitablarını məsləhət görərdim, amma xüsusən şər problemin ələ alan Tanrı, pislik və azadlıq kitabı ki var. Bizim dildə də biz tərcümə eləmişik, çap olunub, amma nəşri bitib. Yəni yoxdur, amma türkcə tapa bilərlər. Və bir də türkcə bir kitabı da var, Tanrı və digər zehinlər. Çox möhtəşəm kitabdır. Yəni məsləhət görərdim ağır fəlsəfə oxumaq istəyənlər. Yəni təbii ki
bilgisi az olan adamlar başa düşməyəcək bu kitabı. Yəni açıq demək lazımdır, amma tutarlı bilgisi olan adamların oxumağa məsləhət görərdim. Və bir də məsələn ateistlərdən də, ateist müəlliflərdən də çox xoşuma gəlir. Mən həmişə sevmişəm o müəllifi. Viktor Stenger'ın misal üçün Başarısız hipotez tanrı kitabı var. Uğursuz hipotez tanrı. Çox yaxşı kitabdır həqiqətən. Mən məsləhət görərdim, əgər bir insan ateist kimi məsələn arqument qoymaq istəyirsə, ən azından Viktor Stenger'dan bu arqumentləri qoymağa daha məqsədə bunu və başa düşülən kitabdır, yaxşı bir kitab. Məncə maraqlı kitablardır. Yəni birincini oxumamışam, amma Plantinga kitabını, bir də bu Viktor Stenger'in kitabını oxumuşam mən. Məncə də oxunulmalı gərəkən kitablardır. Təbii ki, Qurandan sonra mütləq şəkildə. Belə ziya, məncə maraqlı söhbət oldu. Həm söhbət oldu, həm bilgiləndirici. Təbii ki, daha dərin məsələlərə girmədik, amma düşünürəm ki, məncə müəyyən bir mövzu ətrafında, müəyyən bir belə deyək də, bu tipli mövzular daha dərinləşdirilmiş, daha strukturlaşdırılmış formada məncə bir dəfə müzakirə eləməliyik bunu. Mütləq. Zaten kitab da yazırıq. Kitab da indi nə vaxt artıq alınarsa. O yəqin ki, o bir il üçün gedəcək. Mən belə baxıram. Məncə bir keyfiyyətli olmağı üçün də elə məncə uzun müddətli olmalı. Yəni bir günə biz də TikTok ateisti deyirik ki, və yaxud TikTok düzdür biz də TikToka giririk o öz yerində. Hə, yəni TikTok deyəndə qəsd elədiyim pis mənada deyil. Yəni biz də TikTok işlədirik də. Məsələn, sənin də TikTok platforman var, məndə. Məsələ budur ki, biri var bir şeyi biləsən və təbliğ eləyəsən onu. Biri də var ki, elə TikToka girdin, 3 dənə söhbət gördün, orada başladın ondan bağlı danışmağa və insanları aydınlatmağa. Hə, TikTok ateisti və yaxud TikTok müsəlman deyəndə qəsd elədiyim budur. Bəli. Məncə Ziya, biz bu tipli videoların ardını gətirməliyik. Hətta məncə yeni bir belə deyək də, sırf ikimizin apardığı. Məncə maraqlı olar. Məsəl üçün mən Türkiyədə görmüşəm də 2 ateist və yaxud da nə bilim indi bir ateist bir müsəlman var bilmirəm. Bu yoxsa da biz yaradıq. Podkast olaraq yoxdur. Hə, məncə də yoxdur. Məncə maraqlı olar açıq. Necə? Çox maraqlı olar. Sən bir mövzu qoyuruq, sən öz fikirlərini, öz mövqeyini səsləndirirsən, şərt deyil öz fikrini və yaxud tutaq ki, X bir teist alimin, filosofun fikrini deyirsən. Mən də eyni zamanda inancsız ateist filosofun fikrini deyirəm. Məncə maraqlı olar kifayət qədər. Təbii. Yəni bunu mütləq eləyək növbəti həftələrdən. Mütləq inşallah. Bu dəfəki videoda məncə maraqlı oldu. Ən azından mənim üçün maraqlı oldu. Həm söhbət, həm güldük, əyləndik, belə deyək. Həm də yeni nüanslar, mövqelər öyrəndik. Təbii. Mənim üçün xoş oldu. Sən öz son sözləri istəyirsən bildir. Mənim üçün də çox xoş oldu həqiqətən, çox maraqlı oldu. Bəzi yerlərdə heç vaxt danışmadığım mövzular var idi ki, onları burada danışdım birinci dəfə. Ekskluziv olar. Şok. Bu arada çay üçün də Ayxan bəy təşəkkür edirəm. Studiyada çay belə deyək də təminatı da mövcuddur. Əziyyət çəkən hamıya, başda sən olmaqla, Ayxan olmaqla hamıya təşəkkür edirəm və həqiqətən mənim üçün çox maraqlı oldu bu podkast və inşallah ki, daha maraqlı mövzuları da davamlı bir yerdə gətirə bilərik. Ümidvaram. O zaman növbəti videolarda görüşənə qədər İnşallah. Bir daha. Sağ ol. Nə ki? Böyle bakışıydı. Bu dəli deyilsən.